Salam aleykum değerli dostlar. Bizim bu dünyada yaradılıp, bu dünya yer üzerinde gönderip, bu dünyada yaşamağımızın mənası, məqsədi sadece Allah'a kul olmaq ve onu tanıyıp, Allah'ı görürmüş kimi yaşayıp, Allah bizi görürmüş kimi yaşayıp, Allah'ın Kur'an'daki emirlerine qeydsiz, şərtsiz boyun eğmek ve sadece olarak İyyâke na'budu ve İyyâke nesta'in Fatiha suresinde de dediği kimi biz yalnız Allah'a ibadet edirik ve yalnız Allah'tan kömək diləyirik. Biz Müslümanlarıq. Biz Allah'ın kullarıyıq. Endirilen dinin Müslümanlarıyıq. İnsanlar tarafından uydurulan ve insanlar tarafından ortaya çıkarılan hadis adı altında Peygamber aleyhisselama Muhammed Peygamber'e istinad eləyərək uydurulan, Kur'an'a zid olan şeyleri yaşamaq məcburiyyətində deyilik. Kur'an hüküm kitabıdır. Dinde kaynak sadece Kur'an'dır. 6236 tane ayə ve 114 tane sure. İnsanı adam eləyən, insanın instruksiyasıdır Kur'an-ı Kerim. Allah Teala bizi ağıllı varlıklar yaradı. Ağıl sadece insana aittir. Allah sadece ağlı insana verip ve Allah Teala deyir ki ağıllarını işletmeyenlerin üzerine bəla, zulüm yağdıracağım. İnsan o zaman insan olur ki kamil bir insan sadece özü üçün istediği ne varsa başkaları üçün istese, eləsə sadece o zaman Allah'ın bildirdiği, Allah'ın istediği insan olar. Allah bizden özümüz üçün istediğini başkaları üçün de istesek de eləsək de Allah o zaman əməllərimizdən razı olar. Heç vaxt unutmayaq ki, Maun suresinde Kur'an-ı Kerim'de Allah Teala deyir ki, bu dine iftiralar atan, yalanlar uyduranları görmedin mi? Onlar yetimi iter ve onlara azca belə kömək etmezler ve ettikleri her bir işte riyakardırlar, ikiyüzlüdürlər, hətta namazlarında belə göstərişlidirlər. Namazları gösteriş üçün eləyərlər. Namaz kılarken öz namazından razılıq bildirer, öz namazından övüner, lovğalanar. Allah Teala deyir, lənət olsun onlara. Ettikleri ikiyüzlükleri yüzünden lənət olsun onların ettiklerine. Değerli insanlar, ağıl sahipleri, biz Müslümanlarıq. Yalnız qaynaq olan Kur'an'ı biz qəbristanlıqdan çıxaraq, qəbristanlığa Kur'an'ı məhkum eləməyək, qəbristanlıqdan Kur'an'ı çıxarıb həyata keçirək, ömrümüzə keçirək, dünyaya keçirək və sağ olduğumuz müddətdə dünyada yaşadığımız qədər həmin Kur'anla yaşayaq. Yoxsa bayaq dediyim kimi qaynaq Kur'an'ı kənar qoyub da Kur'an'a uyğunsuz Peyğəmbərin dünyadan gedib 200-300 il əsir sonra 200-300 ildən sonra 200-300 ildən sonra yazılan Peyğəmbərin ağzından çıxmayan və Peyğəmbərin demədiyi Kur'an'a da zid, Kur'an'a da uygun olmayan hədisləri yaşamaq məcbur deyilik. Əgər ki Kur'an-ı Kerimdə açıq aydın Allah Teala deyir, bütün peyğəmbərlər, bütün rəsullar, bütün nəbilər, hər rəsul nəbidir, hər nəbi rəsul değildir. Bu Kur'an dersinde bunu beyan eləmişdim bir vaxt. Bunu da deyim bu ara. Bütün rəsullar Kur'an'a tabi olublar ve bizi de həmin o Kur'an'ı tətbiq eləyib, yaşayıb, izləyib,
tilavətlə oxuyaraq, anlayaraq, hər kəs ana dilində onu oxuyaraq yaşamağımıza peyğəmbərlərin cümləsi, tümü, bütün peyğəmbərlər sadəcə olaraq Qur'ana bizi çağırıblar. Onu yaşamağa, anlamağa, həyata keçirməyə, Qur'anla nəfəs almağa. Qur'an bizim həyatımıza bir işıqdır. Beynimizə, ağlımıza bir nurdur. Dünyamıza, həyatımıza bir çıraqdır. Bizə yol göstərəndir. Bir navigatordur. Həyat tərzidir. İnsanı adam eləyən, bizi şərəfli, gözəl, əxlaqlı, tərbiyəli, ədalətli, Allahın istədiyi şəkildə insanı adam eləyən kitabdır Qur'an-ı Kərim. Gəlin biz Qur'anı oxuyurlar, bilirəm. Bütün müsəlmanlar Qur'anı oxuyur. Amma gəlin Allahın bizdən istədiyi şəkildə Qur'anla əməl eləyək. Hamı deyir, mən müsəlmanam. Bəs Allahın bildirdiyi müsəlmansan. Hamı deyir, mən dindaram. Hansı dinin dindarısan? Allahın bildirdiyi, indirdiyi dinin dindarısan, yoxsa insanlar tərəfindən keçmiş, ölmüş, köhnə insanlar, ölmüş insanların, onların dedikləri, onların fikirlərində qalmış insan müsəlmansan. Gəlin, köhnə dövrlərdə yaşamış, dini oxumuş, dinlə əməl etmiş insanlara hörmətim var. Həm bu zamanda, həm də keçmiş zamanda kim elmlə məşğul olubsa, fərq yoxdur. Qur'an elmi, tibb elmi, fizik elmi, riyaziyyat elmi, heç bir elmin fərqi yoxdur. Allah Taala bizdən oxuyub öyrənməyimizi istəyir. Bunun üçün fərq yoxdur. Oxuyun, öyrənin, qula qul olmayın. Biz sadəcə Allaha ibadət edirik və sadəcə olaraq ondan yardım diləyirik. Biz ağlımızı işlədək. Ağlımızı işlətməsək biz qula qul olarıq. Uydurulan din anlayışında insanlar bizi tələyə salarlar. Keçmiş, ölmüş insanlara hörmətimiz var. Hər bir dini oxuyan insana hörmətim də var. Həm dünya elmi, həm dini oxuyan insanlara hörmətim var. Ancaq həmin alimlər də, insanlar da keçmiş zamanlarda yaşayıb, öz ömürlərini, həyatını bitirib, ölmüş, keçmiş insanlardır. Həm günahı ilə, həm savabı ilə yaşamış, getmiş insanlardır. Həm Əbu Hənifə, həm Şafi, həm digərləri yaşayıb getmiş insanlardır. Və biz onların fikirlərində qalmayaq. Məzhəb bir fikirdir, din deyildir. Məzhəbi dinləşdirib bölgüçülük etdiyimiz təqdirdə va'tasimu bihablillahi cemi'an və la təfərrəqu, Qur'anın bu ayəti kəriməyə riayət etməmiş oluruq. Bunun üçün bölünməyin, parçalanmayın, ayrılmayın. Allahın yolundan hamılıqla birlikdə yapışın və bir olun, birlik olun, güclü olun. Halal qazanc eləyin. Lori dildə desək pul qazanın, ancaq halal yolla, heç bir insanın haqqına girməyərək, heç bir insanın haqqını tapdalamayaraq, hər bir insana hörmətlə yanaşaraq, hər bir insanı bunu da Allah Taala yaradıb, buna da hörmət eləyərək, bunu da özümüzdən aşağı görməyərəkdən dünyamızı yaşayaq və bu dünyada Allahın qoyduğu hüdudlardan keçməyərək, yalnız Allaha qul olaraq, Allahın bildirdiyi şəkildə Qur'anı dində qaynaq götürərək, Qur'anla həyatımızı, ömrümüzü başa çatdıraq. Söhbəti dinlədiyinizə görə təşəkkür edirəm. Sağ olun, var olun.